Hər vaxtı sürüsünüz pasientlər son zamanlar ən çox rast gəldiyimiz suallardan biri ondan ibarətdir ki, yay mövsümünə baxmayaraq qış mövsümündə oynaqlarda ağrılar niyə artıq olur, daha çox olur? Bunun bir neçə səbəbi vardır. Əsas səbəblərindən biri sinyovial mayenin, yəni qatlaşması, viskozluğu əsas səbəblərindən biridir. Yəni oynaqlarda mayenin qatılıb durulması xəstələrə narahatçılıq verə bilər, əsas artroz xəstələrinə. İkinci səbəbi damarlarda spazmdır. Damarlarda spazmda nəyə nəzərdə tuturuq? Yəni qan dövranı stabilliyi pozulur, toxuma qidalanma zəifləyir. Bu da xəstələrə narahatçılıqlar verə bilir. Əsas səbəblərindən biri də ki, atmosfer təzyiqdir. Qışda atmosfer təzyiqinin dəyişməsi oynaq daxili təzyiqə təsir edə bilir. Bu da oynağın mühitinin stabilliyini pozur. Bu da əsas səbəblərindən biridir. Bir də yay mövsümünə baxmayaraq qış mövsümündə xəstələr, pasientlər daha hərəkətsiz olur. Bu da əsas səbəblərindən biridir. Məsləhətim ondan ibarətdir ki, sağlamlığınıza riayət edin. Çox sağ olun, minnətdaram.